Hörmətli YouTube kanalı izləyicilərim, bugün mən sizə Sabunçu rayonu Maşdağa yolunda yola yaxın, yolu asfalt olan super təmirli, qabançikli həyət evimiz satışa çıxıb. Evin qiyməti 180 min manatdır. Bir il bundan qabaq 200 minlə bu satışa çıxmışdı. Sonra ev sahibi indi endirim eləyib, yəni qaldığı üçün ev qiymətində 180 minə salıb, aşağı yeri var, yalalcıya, həyətində belə bisetkası, qapısına kimi də asfalt. Hər tərəfi də evin üz görünüşü qabançiklə örtülmüşdür. Keyfiyyətinə söz ola bilməz, istipol. Buranı da təzə elətdirib, bax qəşəng. Aboy vurdurub bura. Hindistan proyekti də elə bil. Pilləkənə baxın ortada, gözəl bir proyekti. Kvadrat da nədir bu evin? 300 kvadrat. 300 kvadrat metrli ev 180 min manata. Normal qiymətli, istipoldu birinci mərtəbəsi. Keyfiyyətinə söz də ola bilməz. Bir ildən çoxdur bu ev var. Yay görüb, qış görüb, külək görüb. Yəni ki, nəsə bir problemi olsa indiyə çıxardı. Hələ ki problemsizdir, heç bir problemi yoxdur. Qoşa daşdan tikilib, tikinti zamanı keyfiyyətli materiallardan istifadə olunub. İstilik sistemi kombidir. Bu da evin qonaq otağıdır. Maşallah, qonaq otağı qəşəngdir də belə. Sanitar qoşaqları da ayrı-ayrılıqda yerləşir. Rahatlıqla da belə. Burada duş kabinə yeri qoyulub, hazır. Keçək indi birinci mərtəbədə olan məsələyə. Burada bir dənə yataq otağıdır böyük. Maşallah, 3 dənə otağın yerini verər bu ev. Mətbəx, bir yataq otağı, bir zal. Əsl qanuni 2 mərtəbədə bir dənə yataq otağı aşağıda olmağı normaldır da, yəni olmalıdır bu. Burada xoldur, istədiyiniz vaxt nəsə. Burada geyim də yığdıra bilərsiniz, oturmağa divan da qoya bilərsiniz. Və belə yumru bir pilləkəndir, qəşəng. İki tərəfdən belə xolu var. Əsl Hindistanda hiss elədim özümü. Bir dənə baba böyük yataq otağıdır. Hanımlar xoşlayır ki, otaqları böyük olsun, rahat. Cihizlərimizi bura yerləşdirək, mebellərimiz bura sığar. Yəni 2 dənə ailə də rahatlıqla yaşaya bilir. 3 dənə belə sanitar qoşağı yerləşir. İkinci yataq otağıdır. Üçüncü yataq otağı. Belə xolu da belədir. Boylar da normaldır. Ən böyük yataq otağı 4. 5 yataq otağı yuxarıdadır, bir dənə də aşağıda. 6 yataq, bir dənə mətbəx, bir dənə zal. 9 otaqda elə bir təcili satılır. 300 kvadrat metrdə tikili sahəsi. Sənət Kubşa real acıma indirim olunacaq səhifədən gələn alıcıya. Tələsin qalan evdir. Bu ev Mərdəkanda olsa valla 1 milyon olar. Bu ev Mərdəkanda deyil, Maşdağa yolundadır. Yeri də superdir. Tələsin qalan ev deyil.